Bütün dinlər, təriqətlər hamısı özünün haqqı olmasını isbat eləməyə çalışırlar və öz dinlərinin kamillik iddiasındadır. Lakin Allah Subhanahu taala İslam dini barədə bu ayətlə möhrü vurub buyurmuşdur ki: "Əl-yevmə əkməltu lekum dinakum." Bu gün sizə olan dininizi kamil etdim. "Və ətməmtu aleykum ni'məti." Və sizə olan nimətimi tamamladım. "Və raditu lekumul İslamə dinə." Və sizin üçün din olaraq İslamı seçib ondan razı qaldım. Maide sözü 3-cü ayədir. Həmçinin Allah Taala buyurur ki: وَمَنْ يَبْتَغِ غَيْرَ الْإِسْلَامَ دِينًا فَلَنْ يُقْبَلَ مِنْهُ وَهُوَ فِي الْآخِرَةِ مِنَ الْخَاسِرِينَ. Kim İslamdan başqa bir dinin ardınca gedərsə, o din ondan qəbul olmaz və o kəs axirətdə ziyana düşənlərdən olar. Ali İmran surəsi 85-ci ayə. Allah Subhanahu taala bizləri eşidib faydalanan və dinləyib ən doğrusuna tabe olan kəslərdən etsin və Allah Taala ölkəmizə, xalqımıza sülh, əmin-amanlıq, bol-bol ruzi, bərəkət versin. Allah Taala yer üzündə əziyyət çəkən nə qədər müsəlmanlar varsa, onlara da fəraj versin. Allah Taala müsəlmanlara əziyyət verən Qazzadakı müsəlmanların, qadınların, uşaqları, qocaları haqsız yerə öldürən sionistlərin tezliklə bəlasını versin və onlardan hər iki dünyada Allah Taala möminlərin intiqamını alsın və ən doğrusunu bilən Allahdır. Və axiru dəvana enilhamdülillahi rabbil alemin və salatu və selamu alə əşrefil ənbiya vəl murselin.